Salam, hər biriniz kanalıma xoş gəlmisiniz. Necəsiz? Ümidvaram hər biriniz yaxşısınız. Bugün bu videomda alma cemini necə hazırlayıram, onu çəkib sizlərlə paylaşıram. Qabıqsız alma cemi olacaqdır. Sizlər də bu reseptlə hazırlamaq istəyirsinizsə, videomu ötürmədən sonacan izləyin. Çox asan və çox ləzzətli alma cemi alınır. Əvvəlcə 3 kilo almanı bol su ilə yuduqdan sonra qabıqlarını, çəyirdəklərini təmizlədikdən sonra tam 2 kilo alma alındı məndə və almaları təmizlədikdən sonra doğrayıb bir qazana əlavə edirəm və üzərinə 1 stəkan ölçüsü isə 200 ml-dir. 200 ml su əlavə edib ocağın üzərinə yerləşdirib qapağı bağlı şəkildə almaları yumşalana qədər bişirirəm. Ara sıra almaları qarışdırıram ki, bütün almalar eyni qayda ilə pişsinlər. Burada artıq almalar hazırdır. Qazanın altını söndürüb blenderlə almaları əzirəm. Əgər sizdə blender yoxdursa, ət çəkən maşından keçirdə bilərsiniz. Blenderlə əzdikdən sonra qazanın altını yenidən yandırırıq və üzərinə məndə 2 kilo alma olduğu üçün üzərinə 1 kilo 500 qram şəkər tozu əlavə edib yaxşı qarışdırdım. Mən çox şəkər tozu əlavə etmədim. Əslində əgər almalar sizdə çox şirindirsə, hər kiloya 600 qram şəkər yetərlidir. Məndə çox şirin olmadığı üçün 1 kilo yarım istifadə etdim. Daha sonra yaxşı qarışdırıram dibi tutmasın deyə. Burada artıq görürsünüz, cem hazırdır. Ocağın altını söndürüb əvvəlcədən sterilizə etdiyim bankalara isti halda doldururam və qapağını sterilizə etdiyim qapaqlarla bağlayıram. Cem isti olduqda dolu olur və tam soyuduqdan sonra bərkir. Soyuq və sərin yerdə saxlayırıq. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Resepti bəyəndinizsə yaxınlarınızla bölüşməyi, kanalıma abunə olub videomu bəyənib, şərh bölməsində şərhlərinizi yazmağı unutmayın. Videomu sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Hələlik.